Salam dəyərli izləyicilər. Güvən nəşriyyatının bugün keçirdiyi blok imtahanında 3-cü qrup 11-ci sinifin A variant kitabçasının testlərinin izahını sizlərə təqdim edəcəm. Başlayaq. Sualların izahına 31-ci sualdan başlayırıq. Deməli, birinci neolit sualı gəlir. Deməli, neolit və tunc dövrlərinin oxşar cəhətləri. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi, bəli, götürə bilərik. Neolit dövründə duluzçuluq, toxuculuq kimi sahələr yarandı. Tunc dövründə də həmçinin xış əkinçiliyinin yaranmasını deyə bilərik. Süni suvarma sisteminin mövcud olması bu tunc dövründə var idi, neolitdə yox idi. Duluzçuların saxsı qablar hazırlaması neolitdə yaranmışdı, tuncda da davam edirdi. Qəbilənin həyatında qadının mühüm rol oynaması tunc dövründə artıq neolitdə var idi, tunc dövründə ata xaqanlığı idi, götürməyəcəyik. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilməsi də təkcə tunc dövrünə aid olacaq, xış əkinçiliyinin yaranması ilə. Doğru cavab 1-3 olacaq. Növbəti sual xəritə sualdır. Xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir? Deməli, baxırıq. Ərəb Əmirliyinin mərkəzi burada yerləşirdi. Ərəb Əmirliyinin mərkəzi Cənubi Azərbaycanda olub Marağa, sonra Ərdəbil bu tərəfə düşür. Bir də Dəbil və sonra Bərdə şəhərləri olmuşdur. Dəbil, Bərdə də 5-də yerləşir. Sonra deyir, 9-cu əsrdə yeni dövlətin əsası qoyulmuşdu. 9-cu əsrdə yeni dövlət yaranıbdı. Şirvanşahlar dövləti, o vaxt mərkəzi Şirvan idi. Şamaxı 918-də olubdu. 10-cu əsrə düşür. Ona görə 3 heç birinə aid olmayacaq. Yəni cavabın biri 3-dür. Yeni dövlət başqa yaranmışdı. 898-ci ildə Sacilər dövləti. Sacilər dövlətinin də paytaxtı Marağa və Ərdəbil şəhərləri olmuşdu. Deməli, burada da 4 Təbrizə düşür. Təbrizdə o dövrdə paytaxt olmayıbdı. 3-4 cavab olacaq C bəndi. Qədim Roma mədəniyyəti üçün səciyyəvidir. Qədim Roma mədəniyyəti ilk Olimpiya oyunları Yunanistana aiddir. Forum adlanan mərkəzi meydan inşa edilməsi doğrudur, Romaya aiddir. Parfenon məbədi Afinada Yunanistana aiddir. İnsan xarakterini açıb göstərən heykəllərin hazırlanması da Romaya aiddir. 2-4 cavab A bəndi. Alan tayfalarının Albaniyaya yürüş etdiyi əsrdə Atropatena. Söhbət 72-74 1-ci əsrdən, bizim eranın 1-ci əsrindən gedir. Pompeyin işğalçı yürüşünə məruz qalması eradan əvvəl 1-ci əsrdir. Fraspa döyüşündə Roma qoşunlarına məğlub oldu. Atropatena dövləti eradan əvvəl 36, eradan əvvəl 1-ci əsrdir. Selevkilər dövlətindən asılılığı qəbul edib eradan əvvəl 223, 3-cü əsrə düşür eradan əvvəl. Parfiya Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü. 20-ci il bizim eranın 1-ci əsrinə aid olacaq. Makedoniyalıların zülmünə qarşı mübarizəyə başladı. Atropatena dövlətində elə bir şey olmayıbdı. Deməli, cavab D bəndi olacaq. 35. Ulu icma, qəbilə icması, tayfa. Təsərrüfatda kişi əməyinin ön plana keçməsi, ata xaqanlığı, tunc dövrü tayfaya aid olacaq. Tayfa da o dövrdə yaranmışdı. Toxu əkinçiliyinin meydana gəlməsi neolit və eneolit dövrlərində olmuşdu. Toxa neolitdə yaranmışdı. Bu da qəbilə icmasının dövrünə düşəcək. Qəbilə icması üst paleolitdən tunca qədər davam etmişdir. İnsanların süni yolla od əldə etməyi öyrənməsi orta paleolit ulu icmanın dövrünə düşəcək. Boyalı qablar mədəniyyətinin formalaşması orta tunc dövrüdür. Bu da tayfanın dövrünə düşəcək. Əhalinin oturaq həyata keçməsi neolit dövrü, bu da qəbilə icmasına aid olacaq. C, B, Y, A, D. Əhalinin oturaq, deməli,
1'ə C, 2'yə B-yə, 3'ə A, D, B bəndi olacaq. Perikldən fərqli olaraq qayqıraq yoxsullara taxıl ilə yardım göstərmişdi. Hər ikisinə aid götürə bilərik. Torpaqların satıb alınmasını qadağan edən qanununu ləğv etmişdi. Əksinə bu onun ölümündən sonra ləğv edilir. Onlar buna çalışırdılar. Qayqıraq, tiberqıraq. Plebeylərin hüquq müdafiəçisi idi. Bəli. Xalq tribunu deyilirdi buna. Qayqıraq Romada eradan əvvəl 123-cü ildə xalq tribunu seçilmişdi. Perikl isə Yunanistanda idi. Orada plebeylər yox idi. Yoxsullara vəzifəyə görə əmək haqqı vermişdi. Belə bir şey olmayıbdı. Qulların öldürülməsini qadağan etmişdi. Bu bizim eranın 2-ci əsrində Adrianın dövrünə aid olacaq. Doğru cavab C bəndi. 1840-cı ildə həyata keçirilmiş məhkəmə islahatına əsasən mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv edildi. Doğrudur. Məhkəmə işlərindən nəzarət komendantlara tapşırıldı. Əksinə komendantlar uzaqlaşdırılır məhkəmədən. Ümumiyyətlə komendant sistemi ləğv edilir. Ümumi imperiya qanunlarına əsaslanan məhkəmələr yaradıldı. Doğrudur. Şəriət məhkəmələrinin səlahiyyətləri artırıldı. Xeyr, şəriət məhkəmələri getdikcə zəifləyirdi. Artırılmır. Belə bir şey olmur. 1-3. Yəni şəriət məhkəmələri olduğu kimi qalır. Cavab D bəndi. Verilənlər arasında hansı dövrə aid məlumat yoxdur? Ox və kamanın ixtira edilməsi mezolit dövrü, istehsal təsərrüfatı meydana gəldi. Neolit dövrü, ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməsinə başlandı. Erkən tunc dövrü, iri tayfa birlikləri yarandı. Orta tunc dövrü, eneolit dövrünə aid cavab yoxdur. 39'a baxacağıq. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Kiçik Asiyanın qərbindəki Yunan şəhər dövlətlərinin üsyan qaldırması, Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsi. 2 olacaq. Yürüşün səbəbi Afinanın kömək göstərməsi idi. Deməli, üsyançıların Afina tərəfindən himayə olunması 2'yə D olacaq. Sonra Afina dəniz ittifaqı son qoyulması, Marafon döyüşünün baş verməsi, 1-ci Daranın Yunanistana hücum etməsi, Marafon döyüşünün baş verməsini məntiqi ardıcıllıq kimi götürə bilərik. Bizdən burada Afina dəniz ittifaqına son qoyulur. Bu Afina-Sparta müharibəsinin nəticəsi idi. Əhəmənilərin Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrilməsi, əksinə Əhəmənilər uduzurlar bu müharibədə. Yunanlar hakim dövlətə çevrilirlər. Üsyançıların Afina tərəfindən dedik. Orta Yunanistanın 1-ci Daran qoşunlarına tabi olması. Bu Fermopil döyüşünə aiddir. Fermopil döyüşündə də artıq eradan əvvəl 480-ci ildə 1-ci Dara yox, Kserks idi. Onun oğlu hakimiyyətdə. 1'ə D, 2'yə, daha doğrusu 2'yə D, 3'ə, 4'ə B olacaq. Cavab A bəndi. Uyğunluğu müəyyən edin. Midiya hökmdarı Kiaksar daxili siyasəti. Midiya satraplığının 2 hissəyə bölünməsi yoxdur. Belə bir şey. Kiçik vilayət hakimliklərinin tamamilə ləğv edilməsi var. Şuanda Durdukka şəhərlərində üsyanların yatırılması Assuriya hökmdarı 2-ci Sarqona aiddir. Skitlərin döyüş taktikasına əsaslanan süvari atıcı dəstələri yaratmışdı. Xarici siyasət deməli. Kiçik vilayət hakimlikləri, bəli, skit döyüş taktikası. Babil dövləti ilə ittifaqın yaradılması xarici siyasətdə, bəli, Babil dövləti ilə ittifaq yaradaraq Assuriya dövlətinə son qoymuşdu. Sirdakka şəhərində müqavilə imzalanması, Sirdakka Midiyaya aid deyil, Assuriya Manna arasında olmuşdu. 2-ci Kirə qarşı mübarizədə məğlubiyyətə uğraması bu Astiaqın dövründədir. Manna və Urartu dövlətlərinin tamamilə ləğv edilməsi, bu da o aid olacaq Kiaksarın hakimiyyəti dövründə. Deməli, doğru cavab olacaq Y bəndi. 41-ci suala baxırıq. 1870-ci il kəndli islahatı Xırda kəndi torpaq sahibliyini yaratmaq əvəzinə kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın sahibkar kəndində çoxlu miqdarda Xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə zidd idi. Mərkəzi hökumət tərəfindən uzun müddət torpaqların satın alma qiymətlərinin
dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur. Mətndə verilmiş hansı xüsusiyyətlər 1870-ci il islahatını 1912-ci il qanunundan fərqləndirir? Azərbaycan kəndində əsaslı dəyişikliklərin baş verməsi mətndə belə bir yoxdur. Kəndlilərin əksəriyyətinin öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri. Bəli, bu var. Çünki deyir, xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, yəni torpaq sahibliyinə çevrilmədi, yəni mülkiyyətçisinə çevrilmədi. Bunu göstərir. İslahatın yalnız sahibkar kəndlərinə şamil olması. Mətndə belə bir şey verilməyib. Həmçinin bu islahatlar fərqlənmirdi. Hər ikisində də 1912-də də 70-də də sahibkar kəndlərinə aid idi. Kəndlərin öz torpaqlarını satın almasına hökumətin yardım göstərməməsi. Bəli, burada da verib dövlət yardımının göstərilməməsi. Cavab olacaq 2-4. Cavab B bəndi. Salon islahatları nəticəsində qadağan edilmişdir. Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı, bəli. Kiçik səhvə görə insanların ağır cəza, bu Drakon qanunlarda. Fəlsəfə, ədəbiyyat, incəsənətin öyrənilməsi Spartaya aid idi. Əhalinin gələcəkdə borca görə qul edilməsi, bəli, bu aiddir salon islahatlarına. Cavab 1-4. 43-cü suala baxırıq. Daha əvvəl baş vermişdir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Bu mezolit dövrüdür. Kür-Araz mədəniyyətinin formalaşması erkən Tunc dövrüdür. İnsanların daş alətlərini cilalamağı, deşməyi öyrənməsi neolit. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi bu Orta Tunc dövrüdür. Qəbilə icmasının ulu icmanı əvəz etməsi bu üst paleolit dövrüdür. Cavab olacaq daha əvvəl dediyinə görə Y bəndi. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Atropatena və Albaniya dövlətlərinə aid ortaq xüsusiyyətləri müəyyən edin. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısı nəzərdə tutur. Aid ortaq xüsusiyyətləri. Qul əməyindən geniş istifadə heç bir dövlət, Azərbaycan dövlətlərində yadınızda saxlayın, geniş istifadə edilməyibdir. Romalıların hücumlarına qarşı mübarizə aparılması. 1-ci əsrin 1-ci yarısında Lukul və Pompey Atropatenaya, həmçinin Pompey Albaniyaya yürüş etmişdi, doğrudur. Quldar monarxiya dövləti olması. Bəli, quldar monarxiya dövləti idi hər ikisi. Roma imperiyası ilə diplomatik əlaqələrin saxlanılması. Roma imperiyası eradan əvvəl 27, yəni 1-ci əsrin 2-ci yarısında yaranıbdır. Ümumiyyətlə, yəni belə bir şey ola bilməz. Diqqətli olmaq lazımdır. İmperiya deyir. 2-3 cavab B bəndi. Xəritə suala baxırıq 45-də. Xəritədə işarələnmiş dövlətin Böyük Hun dövləti ilə bağlı siyasəti. Söhbət Çin dövlətindən gedir. Eradan əvvəl 3-cü yüzillikdə. Bir də diqqətli olmaq lazımdır. Şərtlərdə çaşdırıcılıq olur. Böyük Hun dövləti, Çin, eradan əvvəl 3-cü əsr, eradan əvvəl 1-ci əsr. Çiçi Tanhunun məğlubiyyətə uğradılması Çiçi eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olub 36. Vyetnam və Koreyanın tabe edilməsi. Vyetnam və bizdən yenə də deyirik, Böyük Hun dövləti olduğuna görə bizi çaşdırmasın. Vyetnam və Koreya Hunla əlaqəsi yox idi. Böyük Çin səddinin əsasının qoyulması bu eradan əvvəl 214 aid olacaq həm 3-cü yüzillik, həm Böyük Hun imperiyasına. 1-ci yüzillikdə eradan əvvəl Sarsarqılar üsyanının yatırılması bizim eradır, həm də Hunla əlaqəsi yoxdur. Pinçen sazişinin imzalanması 200 eradan əvvəl 2-ci əsrdir. Nikah diplomatiyasından istifadə olunması, bəli, bununla da Hun dövlətinin parçalanmasına nail olmuşdur. Doğru cavab A bəndi olacaq. Göstərilənlər nəticəsidir. Azərbaycanın şimal-şərq torpaqlarında qədim dövlətçilik ənənələri bərpa olundu. Bu 861 Şirvanşahlar dövlətindən söhbət gedir. Şimaldan Azərbaycan ərazisinə basqın edən yadelli hücumlarının qarşısı alındı. Albaniya hökmdarı Xəzərlərlə getdi. Albaniya Azərbaycan torpaqlarının vahid halda birləşdirilməsi. Şirvanşahlar o dövrdə vahid halda birləşdirilməmişdir. Dərbənd hakimi Şəhriyarın həyata keçirdiyi islahatlar Şirvanşahlar dövlətinin yaranması qeyd etdi.
Dərbəndin Haşimlər sülaləsi tərəfindən idarə edilməsi də aid deyil. Növbəti 47-ci suala baxaq. 629-cu ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairəsində qaldı. 629-30-cu illərdə Xəzərlər Albaniyanı işğal etdilər, lakin az sonra siyasi səbəblərdən Xəzərlər Albaniyadan çəkildilər. Mətndə verilən proseslərin nəticəsində Albaniya müstəqil dövlətə çevrildi. 630-da bəli, Arşakilər sülaləsinin hakimiyyəti bərpa olundu. Arşakilərin hakimiyyəti bərpa olunmur. Mehranilər sülaləsi gəlir. Alban taxt tacı Varaz Qirqorun əlinə keçdi. Doğrudur. Albaniya yenə Sasani məzbanları, daha artıq Sasani məzbanları dövrü bitmişdi. 1-3 cavab olacaq C bəndi. Müqayisə cədvəlində türk dövlətlərinə aid doğru fikirləri müəyyən edin. Türk dövlətlərinə aid doğru fikirlər. Avropa Hun dövləti, Burqundiyanın işğal edilməsi doğrudur. Attilanın dövründə Roma şəhərinin dağıdılması, hücum edir, amma dağıtmır. Uyğurlar tərəfindən süquta uğradılması, birinci Göytürk yox, ikinci Göytürkə aiddir. Avarlara qarşı mübarizə aparılması, bəli, bu Xaqan, həmçinin Muğan Xaqan qovub çıxartmışdı onları. Bizans üzərinə uğurlu hücum təşkil, daha doğrusu burada götürürük dördü. Bizans üzərinə uğurlu hücum təşkil edilməsi. Ortaq cəhət olaraq, bəli, həm Attila, həm də İstəmi Yabqu, İstəmi xan yürüş etmişdi. Doğrudur. Sasanilərə qarşı müharibə birinci Göytürkdə var. İstəmi xan aparmışdı. Ancaq Avropa Attila fikirləşir. Niyyəti var idi, amma hücum edə bilmir. 1-4-5 cavab D bəndi olacaq. 49-cu sual xəritə sualıdır. Azərbaycanın 19-cu əsrdə şəhərlərinə baxırıq. 1. Gədəbəy, 2. Bakı, 3. Şəki. İlk mərkəzləşdirilmiş telefon stansiyası bu Bakıda olubdu. 1886-cı ildə hərbi dairə rəisliyinə tabe olması, hərbi dairə rəisliyi Türkmənçay, Gürcüstan-Türkmənçay müqavilələrindən sonra var idi, yaradılmışdı. Bu da Bakıya aid olacaq. Hərbi dairə rəisliyi Dərbənddə yerləşən Quba və Bakını əhatə edirdi. Alman kapitalına məxsus mis əritmə zavodunun fəaliyyətə başlaması 1865 bu Gədəbəyə aiddir. 19-cu əsrin 30-cu illərində müstəmləkəçilik əleyhinə üsyanların baş verməsi 1838-də baş veribdi Şəkidə. İlk pambıq təmizləmə zavodunun yaradılması 1882 Naxçıvana aid olacaq. Bu heç birinə aid olmayacaq. C, A, B, D cavab olacaq C bəndi. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Şirvanşahlar, Salarilər dövlətləri. Xəzər dənizində Azərbaycan ticarət gəmilərinin üzməyə başlaması Salarilərə aiddir. Slavyanların talanlarına məruz qalması. Hər iki dövlət də Slavyanların talanlarına məruz qalmışdı. Şirvanşahlar götürə bilərik. 910-cu ildə yürüş etmişlər. 1032-1033-cü illərdə yürüş etmişlər. Paytaxtı dağıtmışdılar, talan eləmişlər. Salarilər də 944 Bərdə faciəsini deyə bilərik. Dərbəndin ələ keçirilməsi. Şirvanşahlar 988-də, Salarilər də həmçinin bütün Azərbaycanı özlərinə tabe etmişdilər. Dərbənd də həmçinin ortaq cəhət olacaq. Səlcuq dövlətindən asılı hala düşməsi. Həm Şirvanşahlar, burada təkcə Şirvanşahlar olacaq. Səlcuq dövlətindən 1066. Salarilər dövləti isə 981-də süqut eləmişdi. Yəni Səlcuqlar dövlətini görməmişdi. Əsasının türk mənşəli sülalə tərəfindən qoyulması da təkcə Salarilərə aid olacaq. Şirvanşahlar da ərəb mənşəli idi. D, A, Y, B, C. Cavab Y bəndi. Eradan əvvəl 1-ci minilliyin əvvəllərində qədim Misir dövlətinin zəifləməsinə səbəb oldu. Misir Roman əyalətinə çevrilməsi artıq 1-ci minilliyin sonudur. Həm də Misir dövləti artıq yox idi bu vaxtda. Hakimiyyət uğrunda müharibələrin baş verməsi. Hakimiyyət uğrunda müharibələr, bəli, cavab doğru olacaq. Firon 3-cü Tutmosun vəfat etməsi, xeyr, 2-ci minillikdir. Makedoniyanın İskəndəri Misirə hücum etməsi, eradan əvvəl 332, 1-ci minilliyin ikinci yarısıdır. Het dövləti ilə aparılan uzun müddətli müharibələr, bu da eradan əvvəl 13-cü əsr, 2-ci minilliyə aid olacaq. Cavab B. 52-ci sual.
Manna hökmdarı Ahşerinin fəaliyyəti üçün xarakterik deyil. 22 Manna qalasını Urartuya verən Ullusunu idi. Midiyada Assuriya əleyhinə qalxan üsyançılara kömək edir. 672-də Midiya müstəqil olur. Eradan əvvəl ölkədə mərkəzləşdirilmiş dövlət və canişinlik sisteminin əsasını qoyan İranzu olmuşdu. Bizdən də xarakterik olmayanları soruşacaq. İskit hökmdarının müttəfiqinə çevrilməsi. İskit hökmdarının müttəfiqi olmuşdur. Biz aid olanları hələ ki seçirik. Assuriya üzərinə hücum təşkil etməsi. Assuriya üzərinə hücum təşkil etmişdi Ahşeri. Deməli, aid olanlar 2, 4, 5-dir. Xarakterik deyil dediyinə görə 1 və 3-ü götürəcəyik. Cavab B olacaq. Qədim Hindistan və qədim Yunanistanın tarixi üçün ümumi cəhətlər. Roma tərəfindən asılı vəziyyətə salınması Yunanistanı götürə bilərik, ancaq Hindistanı yox. Əhəmənilərə qarşı mübarizə aparılması, bəli, hər ikisi də mübarizə aparmışdı. Əhəmənilərin hücumuna məruz qalmışdı. Ərazisi Hunlar tərəfindən talan olunması. Hunlar tərəfindən. Yəni nə Hindistan, nə də Yunanistan Hunlar tərəfindən talan edilməmişdi. Makedoniya işğalına məruz qalması. Bəli, həm Hindistan, həm də Yunanistan. 338 Xeroniya döyüşü Yunanistan eradan əvvəl. Daha sonra İskəndər Əhəməniləri süquta uğratdıqdan sonra Hindistana yürüş etmişdi. Eradan əvvəl 327-26-cı illərdə. Deməli 2-4 olacaq cavab. Albaniyanın Sacilər dövləti ilə oxşar Rəvadilər dövləti ilə fərqli xüsusiyyətləri. Azərbaycan cənubunda meydana gəlməsi, hər ikisi də Azərbaycan cənubunda meydana gəlmişdi. Fərqli xüsusiyyətləri soruşur. Abbasi xilafətinin xəzinəsinə xərac göndərməsi. Xilafət xəzinəsinə xərac Sacilər dövləti göndərib. Albaniya asılı olubdur. Bizdən üzr istəyirəm. Albaniyanın Sacilər dövləti ilə oxşar Rəvadilər dövləti ilə fərqli xüsusiyyətləri deyir. Deməli, Albaniya Azərbaycan şimalında yaranmışdı. Ona görə də bir aid olmayacaq. Sacilər, Rəvadilər isə cənubda yaranmışdı. Abbasilər xilafətinin xəzinəsinə xərac göndərməsi. Albaniya süqut edibdi 705-ci ildə. Abbasilər isə hakimiyyətə gəlib 750-ci ildə. Ona görə Albaniya heç Abbasilər xəzinəsinə yox, Əməvilər sülaləsinə xərac göndərmişdi. Bunu götürməyəcəyik. Türk mənşəli sülalə tərəfindən idarə edilməsi. Mehranilər türk olub, Sacilər də türk olubdu. Rəvadilər isə ərəb mənşəli olubdu. Bu doğru olacaq. Ərəb xilafətinə qarşı mübarizə aparılması. İndi ümumi xilafət dediyinə görə, bəli, Albanlar xilafətə qarşı mübarizə aparıblar. Sacilər də aparıbdı, amma Rəvadilərdə elə bir şey olmayıbdı. Doğru cavab 3-4. Beşinci sual. Xronoloji ardıcılığı müəyyən edin. Salon islahatları eradan əvvəl 594. Eradan. Roma imperiyasının qərb və şərq hissələrinə bölünməsi 395. Neyse burada yazaq 395. Marafon döyüşünün baş verməsi eradan əvvəl 490. Çində xan soyasının hakimiyyətə gəlməsi eradan əvvəl 206-cı il. Deməli 1, 3, 4, 2. 1, 3, 4, 2. Səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Sasani şahı 1-ci Xosrovun islahatlar keçirməsi. Azərbaycanda feodal münasibətlərin inkişaf etməsi doğrudur 6-cı əsrdə. Abbasilərin Azərbaycanda ağır vergi siyasəti müsafirin üsyanı. Müsafirin üsyanı Əməvilərin dövründə baş vermişdi. Ona görə səhvdir. Səlcuq sultanı 1-ci Toğrulun Təbrizi ələ keçirməsi 1054. Rəvadilər dövlətinin varlığına son qoyulması 1088. Yəni aid gəlmir, uyğun gəlmir. Cavanşirin xilafətlə diplomatik münasibətlər yaratması, Bizansperəst qüvvələrin Alban hökmdarına sui-qəsd təşkil etməsi bu doğru cavab olacaq. Slavyanların Bərdə şəhərini qarət etməsi 944. Bu Salarilər dövlətinə aiddir. Həmin dövrdə Bərdə Salarilərin paytaxtı idi. Məziyyədlərin öz iqamətgahını Gəncəyə köçürməyə məcbur qalması bu 859-cu ildə hələ Şirvanşahlar dövləti yaranmamışdı. Bərdə
Bərdədə idi onların əmirlikləri, amma 859-cu illə əlaqəsi yoxdur da. Yəni bu 944 daha sonra baş vermişdi. Doğru cavab 1, 4 olacaq. Keçək 57-ci suala. Neft sənayesi, metallurgiya, yüngül sənaye. Diqqət edirik, 19-cu əsrin ikinci yarısı deyir. Xanabad manufakturasının fəaliyyətə başlaması 1827-dir, 19-cu əsrin birinci yarısına düşür. Misi saflaşdıran ilk müəssisənin yaradılması 1865, bu da metallurgiya sahəsinə aid olacaq. 2-yə. Neft quyularında təhkim edilmiş kəndlərin məcburi əməyinin ləğv edilməsi 1864-dür. Deməli, neft sənayesinə aid olacaq, həm də ikinci yarısıdır. Rus kapitalistləri tərəfindən Şəkidə ipək fabrikinin təşkil edilməsi 1861 yüngül sənayeye aid olacaq. İlk dəfə olaraq Bibiheybətdə buruq üsulu ilə neft quyusunun qazılması 1848-dir. Bu birinci yarısına aid olacaq, 2-yə aid olmayacaq, ona görə bunu da götürmürük. 1-ə C, 2-yə B, 3-ə D. Roma işğalçıların əsas qüvvəsi ordu idi. Roma ordusunda əsasən plebeylər xidmət edirdilər. Onlar öz xərcləri ilə silahlanırdılar. Roma ordusunun qələbələri eyni zamanda plebeylərin siyasi nüfuzunu möhkəmləndirdi. Buna görə də patrisilər daha tez-tez güzəştə getməyə məcbur olurdular. Plebeylər əvvəlcə onların hüquqlarını qoruyan xalq tribunu seçmək hüququ qazandı. Uzun mübarizə nəticəsində plebeylər və patrisilər Roma Respublikasının azad vətəndaşları kimi hakim sinifə çevrildilər. Dövlət idarə işləri patrisilər və varlı plebeylərin əlində toplanmışdı. Suallara baxırıq. Hansı əsas amil patrisiləri plebeylər üçün güzəştə getməyə məcbur etdi? Deyə bilərik ki, plebeylərdən ibarət təşkil edilmiş ordu ilə qələbələrin qazanılması. Yəni, ordunun qələbələr qazanması, hansı ki, o ordu plebeylərdən təşkil edilmişdir. Bunu da yazmağa ehtiyac görmürəm, uzun çəkəcək. Mənbəyə əsasən Roma Respublikasının demokratik dövlətə çevrilə bilməməsinin səbəbini yazın. Çünki demokratik dövlət o demək ki, xalqın hakimiyyəti idi. Ancaq onlarda xalq hakimiyyətdə tam təmsil oluna bilmirdi. Çünki vəzifəyə görə maaş verilmirdi. Ona görə də hakimiyyət yalnız kimlərin əlində idi? Patrisi və plebeylərin əlində, varlı plebeylərin əlində idi. Yəni, onların əlində cəmləşdiyinə görə bu respublika Zadəgan Respublikası adlanır. Yəni, cavab olacaq hakimiyyətin ancaq patrisilər və varlı plebeylərin əlində cəmlənməsinə görə. Patris və plebeylər arasındakı mübarizənin iki nəticəsini qeyd edin. Plebeylər qalib gəlirlər, plebeylər bütün tam vətəndaşlıq hüququ əldə edirlər, vəzifəyə və bütün vəzifələrə seçilə bilərdilər. Bunları biz nəticə olaraq deyə bilərik. Sağ olun əziz dostlar, ümid edirəm izahım xoşunuza gəldi. Növbəti testlərin izahında görüşərik.